Satıcı 6 kiloqram almaya xərclədiyi pulu 5 kiloqram almanı satmaqla əldə edir. Satıcı neçə faiz gəlir əldə edər? Satıcı tutaq ki, almanın 1 kiloqramını x manata almışdır və y manata satmışdır. 6 kiloqram almaya onda 6x pul xərcləmişdir. 5 kiloqram almayanı satanda isə 5y manat əldə eləmişdir. Belə çıxır ki, onda verilən şərtə görə 5 kiloqram almanı satmaqla 6 kiloqrama xərclədiyi pulu əldə edirsə, 6x bərabərdir 5y-ə. Buradan alırıq ki, x bərabərdir 6-da 5y. Bizdən soruşulur ki, satıcı neçə faiz gəlir əldə etmişdir? Biz deməli y-dən x-i çıxıb x-ə bölməliyik. Onda belə çıxır ki, y buradan alırıq ki, y bərabərdir 5-də 6x, yerinə yazsaq 5-də 6x çıxılsın x, bölünsün x, bərabərdir 5-də 1-ə. Onu da faizə çevirsək, alarıq ki, 5-də 1-i 100-ə vurarıq, 20%. Deməli, satıcı 20% gəlir əldə etmişdir. Düzgün cavab A bəndidir.